Bismillahirrahmanirrahim. İnne enzelnahu fi leyletul qadr ve ma edrake ma leyletul qadr. Leyletul qadr hayrun min elfi şehr. Tenezzelul melaiketu ve ruh fiha biizni rabbihim min kulli amir. Selamun hiya hatta metla'il fazir. Qədir gecəsinin barəsində nazil olan bu mübarək surədə Pərverdigar Allah bir neçə dənə mətləbi açıq dərs kimi bizə buyurur. Surədə buyurur: İnne enzelnahu fi leyletul qadr. Fi leyletul qadr. Peyğəmbər, biz Qur'anı Qədir gecəsində Loh-i Məhvuzdan yer səmasına nazil elədik. Qur'an 2 dəfə nazil oldu. Bir dəfə Peyğəmbərin ürəyinə 114 surənin hamısı bir yerdə nazil oldu. Bir dəfə də tədrici, ayə-ayə, surə-surə nazil oldu. İndi o adamlar ki, ərəb ədəbiyyatından oxuyurlar, onlar bilirlər ki, ərəb dilində inzal sözü nazil olmaq mənasındadır. Tənzil sözü, o da nazil olmaq mənasındadır. Amma inzal sözü ilə tənzil sözünün fərqi var. Tənzil sözü tədrici nazil olmaq mənasındadır. Amma inzal sözü hamısı bir yerdə ümumi nazil olmaq mənasındadır. Qur'an nə deyir? Buyurur: İnne enzelnahu fi leyletil qadr. Peyğəmbər, biz Qur'anı Qədir gecəsində Loh-i Məhvuzdan yer səmasına nazil elədik. Yəni Qədir gecəsində Qur'an hamısı bir yerdə Peyğəmbərin ürəyinə nazil oldu. Buyurur: Və ma ədrake ma leyletul qadr. Peyğəmbər, sən nə bilirsən ki, Qədir gecəsi necə bir gecədir? Yaradılışda baxın, hər şeydən üstün insandır. İnsanların içərisində hamıdan dərəcəli, bütün insanlardan fəzilətli Həzrəti Muhammeddir. Qədir gecəsində, Meyrac gecəsində Allah öz münacatında Peyğəmbərin moizə eləyəndə buyurur ki, mənim Peyğəmbərim, xələqtul əşya'u ləkə. Bu aləmlərdə hər nə var, onların hamısını, day demir nə qədəsin, onların hamısını sən üçün yaratmışam. Xələqtul əşya'u ləkə, sən üçün. Lakin xələqtukə li əcli. Səni də yaratmışam özüm üçün. Heç bir şey yoxdur ki dünyada, onu kimsə bilə, İslam Peyğəmbəri bilməyək. Qiyamətə qədər